Hər vaxtınız xeyir olsun, əziz dinləyicilər. Alman Saatlı YouTube kanalının 3-cü buraxılışı ilə qarşınızdayıq. Sizinlə mən Elnarə Rəhmova. Bugünkü mövzumuz Alman dilini necə effektiv metodla öyrənmək olar? Alman dili öyrənən zaman hansı çətinliklərlə qarşılaşırıq? Bu sualları cavablandıracağıq. Və suallarımızı cavablandırması üçün Alman dilində peşəkar müəllimlərdən biri Davud Axundov hal-hazırda qonağımızdır. Təşəkkür edirik Davud bəy, dəvətimizi qəbul edib gəldiyiniz üçün. Mən də təşəkkürümü bildirirəm dəvətiniz üçün. O zaman ilk sualımızla başlamaq istəyirəm. Bu sahəni seçməyinizin səbəbi nə olmuşdu? Yəni Alman dili müəllimliyi etmək nə qədər müddətdir müəllimlik edirsiniz və bu sahəyə ilk dəfə necə gəlmişdiniz? Birinci növbədə demək istəyirəm ki, mənim özüm 21 yaşım var və özüm artıq 16 yaşımdan başlamışam müəllimliyə. Və özüm bundan öncə dediyim kimi artıq 5 ildir ki, müəllim kimi işləyirəm. Və bu müddət ərzində mən həmişə çalışmışam ki, tələbələrə öz biliklərimi yansıdım ki, hətta tələffüz, məsəl üçün düzgün tələffüz eləməyini çalışmışam ki, eləsinlər. Çünki mənim üçün Alman dilində tələffüz ən böyük bir rol və çox önəmlidir. Bəli, mən də elə düşünürəm ki, tələffüz çox yaxşı olmalıdır ki, qarşımızdakı bizim nə dediyimizi anlasın. Çünki Alman dili elə bir dildir ki, yazıldığı kimi oxunmur. Orada bəzi hərflər var ki, düzdür, əksər hərflərin belə çoxu yazıldığı kimi oxunsa da, amma orada bəzi hərf birləşmələri var ki, biz onları düzgün şəkildə oxumalıyıq ki, düzgün şəkildə tələffüz eləməliyik ki, qarşımızdakı bizi anlasın. Müəllimlik fəaliyyətinizdə sizi ən çox motivasiya edən nədir? Əlbəttə ki, tələbələrin nəticəsi. Tələbələrin nəticəsi uğurlu olanda siz də özünüzü uğurlu hiss edirsiniz. Əlbəttə və ilk öncə demək istəyirəm ki, yalnız sertifikatı yox. Həmçinin onlar danışanda da o da mənim üçün bir nəticədir əlbəttə ki. Onlar Almaniyada özü üçün iş tapa biləndə, orada yaşayanda o da bir nəticədir. Sertifikat əlbəttə ki, bu bir dokumental bir nəticədir. Bu onu lap 100% təsdiq eləyir. Onun hesabına tələbə özü üçün iş tapa bilir, universitetdə oxuya bilir və s. Amma belə də əlbəttə ki, onlar danışmağı, bacarmağı da bir nəticədir mənim üçün. Bəli, Alman dili sertifikatı, yəni mən belə düşünürəm ki, almaq düzü çətindir, amma bəzən olur ki, suallar əzbərləyib ala da bilirlər, amma danışa bilmirlər nəticə etibarı ilə. Amma eyni zamanda sizə qatılıram ki, danışmaq, məncə Almanca təmiz deməyək də, hər kəs öz səviyyəsinə uyğun olaraq danışa bilirsə, bu böyük bir uğurdur. Növbəti sualımız, sizcə Alman dili, belə deyək ki, hamı deyir ki, Alman dili öyrənmək çox çətindir, artıq bu stereotipdir. Yəni Alman dili öyrənə bilmirsənsə, yəni çox belə sanki bir böyük bir uğurdur, həqiqətən uğurdur. Sizcə Alman dili çox çətin bir dildir, yoxsa bu yanlış bir stereotipdir? Əgər siz öz doğma, ana dilinizi bilmirsinizsə, o zaman sizin üçün hər bir dil çətin olacaq. Bəli. Rus dilindən başqa, çünki Rus dili Azərbaycan dili biraz belə necəsə deyim, Azərbaycanda biraz öyrəşikli bir dildir. Hər yerdə onu eşitmək olar. Türk dili də həmçinin. İngilis dilində həmçinin də biraz öyrənmək olar belə. Nəyə görə? Çünki məktəbdə də öyrənirik ya da ki, məsəl üçün özümüz də videolardan baxırıq. Alman dilini biz nadirən qulaq asırıq, ya ki, nadirən hardasa Azərbaycanda görə bilərik. Onu xüsusilə ya insanla bir danışmalısınız. Yəni kütlə yoxdur Azərbaycanda onun üçün. Siz sırf video ilə öyrənə bilərsiniz, o da biraz çətindir. Ona görə ilk öncə siz öz doğma, yəni ki, ana dilinizi yaxşı bilməlisiniz, bütün qrammatikanı ki, sonra onları müqayisə edə biləsiniz. Yəni əgər sizin öz doğma diliniz pis vəziyyətdədirsə, o zaman siz yəni başqa bir fərqli dili heç cür öyrənə bilməyəcəksiniz və fərqi yoxdur o Alman dili yoxsa başqa dil. Alman dilinin ən çətin məsələsi siz məndən soruşsaz, Alman dili feillərdən qurulmuş bir dildir. Yəni Azərbaycan dili şəkilçi dilidirsə, onda Alman dili bizdə feil dilidir. Yəni Alman dilinin xüsusilə böyük bir faizi ibarətdir sırf elə feillərdən. Yəni siz əgər güclü formada feilləri bilsəz, keçmiş zaman hallanmasını, o zaman yəni ki, siz rahat formada Alman dilində heç olmasa özünüzü kimə isə izah edə biləcəksiniz, nə isə bir probleminizi həll edə biləcəksiniz. Onu bilmədən mümkünatı yox. Bəli. Bəzən biz nə ilə qarşılaşırıq ki, tələbələr həqiqətən də Azərbaycan dilində ümumiyyətcə qrammatikanı bilmirlər. Feil nədir bilmirlər, sifət nədir bilmirlər. Məsələn deyirsən ki, common feili gəlməkdir. Deyir ki, gəlmək nədir ki? Mən deyirəm ki, məsələn, common feildir də. Tutaq ki, biz bunu inkarını düzəldən nixdən istifadə edirik, düzdür? Deyir ki, burada kain olacaq. Deyirəm, niyə? Deyir, common isim deyil. Gəlmək isim deyil. Yəni, bunlar istinin, soyuğun sifət olduğunu bilmirlər. Bunlar feildir. Gəlmək nədir? Bunun feil olduğunu bilmirlərsə, yəni gəlib Alman dilini öyrədin mənə, qısa zamanda mənə Alman dilini öyrədin deməsinlər. Yəqin ki, siz də bu situasiyalarla qarşılaşırsınız tez-tez. Əlbəttə, əksər zamanda bu situasiyalarla rastlaşıram və ən gülməli situasiya odur ki, məsəl üçün mənə gəlib yanıma deyəndir ki, bir aya gəlin tez öyrənək, intensiv kurs ilə mən üstündə ödəniş eləyəcəm. Siz lap məndən məsəl üçün də lap nə biləm 3 dəfə çox ödəyin. Məsələ o artıq məndən asılı olmayacaq. Mən çalışdığım qədər əlbəttə sizə tez öyrədəcəm onu.
Amma yenə də artıq o iş sizə qalır. Nəyə görə? Çünki siz artıq tələbə olaraq başa düşməlisiniz ki, dili öyrənmək üçün yalnız, yəni hər gün kursa getmək deyil, evdə xüsusilə məşğul olmaqdır. Ümumi olaraq hər bir dili öyrənmək üçün bizə lazımdır 360 saat. Bu normal bir strategiyadır. Alman dilinə bəzi professorlar deyirlər ki, 720 saat ümumi olaraq lazımdır. İngilis dilinə də bəzən deyir 720, 360. Mənim təsdiqimə görə mən belə öz analizimə uyğun olaraq görmüşəm ki, tələbə hansı ki ümumi olaraq 360 saat dərsdən kənar evdə məşğul olub və onun hamısını plus eləsək, onda bilinir ki, doğrudan da tələbə başlayır danışmağa. Mən sizə o sual verəcəydim ki, və suallarımızdan biri də əslində oydu. Siz yaxşı toxundunuz. Gündəlik oxuma müddəti sizcə nə qədərdir? Bəzən tələbə deyir ki, 1 saat məşğul olun, bəsdir. Bəzən də necə bir situasiya ilə qarşılaşırıq ki, artıq dərsin başlamasına, müəllimə ilə dərsin başlamasına yarım saat qalıb, tələbə o zaman kitabın üzünü açır və nəticə etibarilə nəticəsi zəif olacaq. Çünki elə düşünürlər ki, həftədə 2 dəfə, həftədə 3 dəfə müəllimə ilə qoşulub dərs davam elətdirsəm daha yaxşı danışacağam. Amma əslində belə deyil. Siz bayaqları vurğuladınız ki, burada biz evdə də məşğul olmalıyıq. Bəs gündəlik nə qədər məşğul olsaq daha yaxşı öyrənə bilərik dedi. Məsəl üçün indi 360 saatdır ümumi olaraq öyrənmə dili. Yəni əgər siz hər gün 1 saat öyrənsəz, onda nə qədər eləyir? 1 il eləyir. Əgər siz gündə 2 saat öyrənsəz, onda artıq yarıya bölünəcək. Məncə də yəni gündəlik mən belə fikirləşirəm ki, səhər oyananda 1 saat yarım, 2 saat məşğul olsaq, günorta məsələn yemək yeyərkən və ya da fasilə müddətimizdə artıq 1 saat yarım məşğul, artıq axşamlar məsələn 2 saat, 3 saat məşğul ola bilər. Düzdür, əslində bu da var ki, yəni siz də yəqin ki təsdiqləyərsiniz dediyimi. Dil öyrənmək hər kəsdən asılı olan bir şeydir. Yəni belə də hər kəsin fərdi xüsusiyyətlərinə asılıdır. Məsələn, mən tutaq gecə oyaq qalıram dil öyrənəndə daha yaxşı effektiv olur. Bəzi səhər tezdən oyanıb öyrənir, bəzi günorta, bəzi axşam öyrənir. Yəni əslində hər kəsin fərdi xüsusiyyətlərindən asılıdır. Belə deyək də, söz bazası. Bəzən düşünürlər ki, biz gündəlik 100-200 dənə söz öyrənməliyik Almanca daha yaxşı danışmaq üçün. Sizcə söz bazasını biz inkişaf etdirməyin ən effektiv yolu necədir? Yəni deyir ki, tələbə, söz öyrəndim, o yadımda qalmır. Söz öyrənir və yadında qalmır, çünki o bu dillə o qədər də yaxın tanış deyil və ki ona verək bir sözləri ki, öyrənsin. O gələcək etaplarda artıq o tam dili mənimsəyəndən sonra əlavə sözləri öyrənəndə onun üçün çox asan gələcək və həmçinin o orada məsəl üçün assosiativ bir variantdan, formadan da istifadə edə bilər. Yəni ki, məsəl üçün bir sözü hansına oxşadaraq, hansı bir istifadə edərək, onu rahatlıqla öyrənəcək. Birinci etaplarda onu cümlələrlə öyrənməlidir. Ya da ki, məsəl üçün mənim bir strategiyam var ki, tələbələr mətnlər danışsın. Mətn danışaraq həm içindəki sözləri də əzbərləyib olur. Çünki onu istifadə edir. Və həmçinin də əsas məsələ odur ki, o mətndəki sözləri o ayrıca çıxartsın və istifadəsinə baxsın. Yəni əgər sən sözü bilmirsən necə istifadə eləmək, məsəl üçün tutalım feili götürək. İndiki zaman, gələcək zaman, keçmiş zamandır. O zaman sən onun öyrənməyin də heç bir məntiqi yoxdur. Bəli. Bəzən də belə bir situasiya ilə qarşılaşırıq ki, tələbə yaxınlaşır, deyir ki, mən qrammatik öyrənmək istəmirəm. Mənə ancaq danışıq öyrədin. Bəs sizcə belə deyək, qrammatika ilə danışıq arasındakı balansı biz necə qorumalıyıq? Onun üçün siz hər dəfə, məsəl üçün bir müəllim olaraq birinci qrammatikanı keçirdikdən sonra onu danışıqlı tətbiq etmək lazımdır. Yəni cümlələr qurmaq lazımdır. Bəli, yəni qrammatika deyil o ki, məsəl üçün verəsən tələbəyə tapşırıq və deyəsən ki, götür evdə oxu. Yox, onu əlbəttə əlavə olaraq vermək olar, əgər vaxtı varsa, əgər onu bacaracaqsa və effekti görəcəksə eləyir. Amma əsasən daha yaxşıdır sonrakı dərsdə onu tətbiq eləmək və həmçinin yəni ki, danışıq nəyə görə yaxşıdır? Danışıq dərsləri keçirmək, yəni ki, tələbənin səviyyəsinə uyğun olaraq. Çünki həm qrammatikanı təkrarlamış olursunuz, həm sözləri, həm də təzə söz vermiş olursunuz. Ona görə yenə də yəni praktiki onu istifadə etmək lazımdır. Bəli, yəni düzgün şəkildə almanca danışmaq üçün qrammatika vacibdir. Təbii ki, biz demirik ki, dərs müddəti 1 saatdırsa, onun yarım saatı qrammatika keçsin, xeyr. 10 dəqiqə, 15 dəqiqə, bəzən heç 5 dəqiqə də çəkə bilir qrammatikadan asılıdır keçdiyimiz. Və qrammatikanı keçəndən sonra ona uyğun olaraq siz vurğuladınız ki, bayaqları cümlələr qurmaq lazımdır. Danışarkən artıq yeni bir temadan danışırıqsa, əvvəlki dərsdəki öyrəndiklərimizi ora tətbiq eləməliyik. Bu nəticəsində məncə qorumaq olur. Hətta mən sizə bir şey də əlavə olaraq deyim, yəni bizdə məsəl üçün tələbələr artıq 3-cü dərsdən, yəni ki, 1-ci dərs fonetika keçirilir, çünki o düzgün bilməlidir, necə tələffüz, bəli. 2-ci dərs onun yenə də istifadəsi keçirilir və 3-cü dərsdə artıq o 2-ci dərsdə biz axı sözləri də öyrənmiş oluruq. Məsəl üçün 10 dənə söz verilir, bazı sözlər çox asan, getmək, gəlmək, evə, evdə və artıq o onun hamısını dərsdə yenə deyərək istifadə edir və o onun artıq uzun müddətli yaddaşında qalır. Yəni ki, qısa müddətli yaddaşında yox. Yəni mən onu nəzərdə tuturam öz praktikamız olaraq. Yəni ki, necə biz onu istifadə etməliyik.
Dil öyrənərkən insanlar hansı yanlış metodlardan çox istifadə edirlər? Əsas səhv ondan ibarətdir ki, tələbələr alman dilinə bir fən olaraq baxırlar. Onlar başa düşməlilər ki, məncə əlbəttə ki, alman dilini öyrənirlər çünki istəyirlər gələcəkdə Almaniyada yaşamaq ya da ki, Avstriyada yaşamaq, başqa bir alman dilli ölkədə yaşamaq və ona görə onlar bilməlidirlər ki, alman dili artıq bunların həyatının əsas hissəsidir, əsas rol oynayır, yəni ki, bunların həyatında. Ona görə onlar onu qabağa çəkməlidir və onu yəni ki, düzgün formada öyrənməlidir. Yəni dildən elə öyrənmək lazım deyil ki, sonradan sən onu xoşlanmayasan, nifrət eləyəsən dilə. Dilini siz elə öyrənməlisiniz ki, siz onu sevərək, bəli, siz ondan zövq alaraq. Bəli, hər gün yeni bir şey öyrənəndə sanki həqiqətən də yəni həyatında bir dəyişiklik olacaq. O məsələn yeni söz öyrənəndə, yeni qrammatik öyrənəndə ona maraqla baxmaq lazımdır ki, qavramaq da daha rahat olsun. Və bir dənə də bir punkt var ki, heç kim demir ki, aqressiv öyrənmə artıq gətirir alman dilinin, yəni ki, digər bir dilin öyrənməsinin tezliyinə. O heç vaxt ona gətirmir. Əsas məsələ odur, 5 dənə ondansa günə söz öyrənin, amma o 5 dənə sözü elə öyrənin ki, onu istifadə edə biləsiniz. Nəinki 100 dənə söz və ortada 5-ini istifadə edə bilirsiniz. Düzdür. Alman dili sertifikatı almaq istəyən tələbələr üçün hansı sertifikat imtahanı daha çox məsləhət görərdiniz? Bu məqsədlərindən asılıdır xüsusilə. Məsəl üçün, hər universitetə qəbul olmaq istəyirsə, ya da ki, master oxumaq istəyirsə, magistratur. O zaman əlbəttə ki, təzdafdan gəlirsən. Amma yox, əgər işləndirsə, ya da ki, təhsilləndirsə, o zaman telkdə gedər və həmçində təzdafda yəni ki, işinə baxa bilər. Amma sadəcə məsələ nədir? Göte ilə telkin fərqi nədir? Telklə biraz problem yaradırlar. Yəni bəzən artıq belə bir məsəl üçün yoxdur, belə bir problemlər yoxdur ki, məsəl üçün telkində problem yaradır iş tapmağa. Amma o vaxtlardan belə qalıb ki, telk kim ki keçib, yəni ki, onu əzbərləyib keçibdi. Bəli, orada suallar əldə edir, hər kəs əzbərləyib. Ona görə Göte sanki biraz daha üstündür, amma indi biraz sanki düzəlib, amma yenə də həmin məsələ qalıb mənim fikrimcə. Tələbələr düşünürlər ki, biz ev şəraitində imtahanlara hazırlaşa bilərik, yəni sertifikat imtahanlarına. Amma bəziləri isə fərdi olaraq, yəni sizə tələbələriniz var, sertifikat imtahanına hazırlaşanlar, müəllimlə hazırlaşırlar. Sizcə düzgün stereotipdir, yəni ev şəraitində dili öyrənmək daha rahatdır, ev şəraitində imtahanda hazırlaşmaq daha rahatdır. Daha rahatdır deməzdim, əlbəttə ki, çox ağırdır, çox çətindir, amma tamamilə mümkündür. Yəni əgər sizin vaxtınız varsa və sizin vaxtınız var, müəllim sizin hansı rol həyatınızda, yəni ki, öyrənmə prosesinizdə hansı rol oynayır? İstiqamət vermə rolu oynayır. Müəllim götürüb belə sizin, yəni ki, beyninizə o dili qoymayacaq. O sizə prosta düzgün istiqamət verir. Deyir ki, sən bunu öyrənsən belə olacaq, belə eləsən belə olacaq və nəticəni sən göstərir sonra gələcəkdə. Yəni əgər siz o rolu əvəz eləyə biləcəksiniz və ona vaxtınız varsa, o zaman problem deyil. Amma yox, əgər sizin ona vaxtınız yoxdursa, bütün gün işləyirsiniz, sonra gəlirsiniz, yəni ki, o hamısı problemdir sizin üçün və ona görə o qeyri-mümkündür. Almaniyada yaşamaq və işləmək üçün minimum hansı dil səviyyəsi lazımdır? B2. B2. Yəni B2-ni də belə deyək ki, o səviyyəyə çatmaq üçün mən elə düşünürəm ki, Almaniyada yaşamaq lazımdır, sırf B2 olmaq üçün. Çünki ətrafımızda əgər Almanca danışan bir kütlə yoxdursa, ətrafımızda Almanca danışan vaxt keçirdiyimiz dostlarımız yoxdursa, biz neçə ilə B2 olacağıq? Mən müəllim olmamışdan əvvəl, yəni ki, 16 yaşıma qədər mən də elə düşünürdüm. Elə bilirdim ki, sırf Almaniyada, özüm də elə bilirdim ki, onun hesabına mən sırf öyrənmişəm alman dilini. Amma sonra öz tələbələrimdən gördüm ki, heç elə deyil. Tələbələr var, hansı ki, bir gün də Almaniyada olmayıblar, amma artıq C1 sertifikatı alıblar. Bilirəm, əlbəttə, sertifikat demək deyil, danışa bilirlər. Amma çox yəqin kim ki bizi izləyir, təzdaf imtahanını bilir. Yəni ki, təzdaf ən güclü imtahanlardan birisidir. Və onun nəticəsini əldə etmək üçün 3 dənə qazanmamaq üçün, yəni ki, çox oxumaq lazımdır və doğrudan da çox səlis və sürətli formada danışmağı bacarmalıdır tələbə. Və onlar bir gün Almaniyada olmadan o imtahanı verirlər və sonra da yəni səlis formada danışırlar. Almanlar gəlirlər bura, hətta çox tələbələrim indi tərcüməçi kimi də işləyir. Və onlar tərcüməçi olaraq kimə tərcümə edir? Əlbəttə ki, almanlara. Və onlar onu başa düşürlər, bir-birlərinə ünsiyyət qururlar, amma təəssüf ki, hələ də Almaniyada olmayıb. Sonda sizi çox tutmayacağıq. Son bir sualımızı vermək istəyirəm. Yeni başlayanlar üçün 3 əsas məsləhətiniz nə olardı dil öyrənərkən?
Birinci tövsiyəm əlbəttə ki, olar ki, tələbələr öz gündəlik planını düzgün qursunlar. Yəni ki, dərsləri buraxmasınlar. Həmişə nə bilim, ni planı var, yəni ki, plansız bir şeylər qəbul eləməsinlər, qərarlar verməsinlər. Planlı sürətdə, bəli. Yəni dərslərini getsinlər, sonra evdə vaxt tapsınlar və bu biraz planlı olmalıdır. Məsəl üçün biz idman eləyəndə həftədə 3 dəfə bu qədər müəyyən vaxt eləyiriksə, alman dilində həmçinin tələb eləyir müəyyənliyi və konkretdir. İkinci tövsiyəm olardı o ki, daha çox alman dilindən belə daha bir fən kimi yox, daha çox bir necə deyim, bir həyatı vacib bir parçası kimi baxmaq, bəli. Yəni ki, onunla daha doğmalaşmaq. Yəni mən öz tələbələrimə deyirəm, hətta belə bir biraz bəlkə də kobud səsə, amma evlənməlisiniz sanki alman dilindən. Yəni ki, siz ondan çox doğma yaxın olmalısınız, iyrənməməlisiniz. Əgər sən bunu öyrənmirsənsə, ürəkdən öyrənməlisən. Və üçüncü tövsiyəm olardı o ki, xüsusilə yəni ki, sırf bir necə deyim, yəni ki, dərsdə öyrəndim, evdə öyrəndim yox. Hətta harasa gedəndə də bu çox effektiv bir metoddur. Harasa gedəndə də sadəcə qulaq assınlar alman dilinə, fikirləşsin alman dilində. Yəni məsəl üçün adi bax biz deyirik özündən mən bu günləri bunu eləməliyəm, planımızı qururuq da ağlımızda. Məsəl üçün alman dilində qurun. Hə, səhv olsun, eybi yox. Çünki birinci növbədə beyin öyrəşir, sonra dil öyrəşir. Biz isə heç vaxt birinci dildən beyinə keçid eləyə bilməyəcəyik. Beyin öyrəşdikdən sonra dilə beyin lazım deyil kontakt ilə. Çünki hiss eləyə bilər, tələbələr danışmaq istəyəndə birinci nə ilə düşünürlər. Sonra dildən gəlir. Amma bizə lazımdır ki, o düşünməsin, avtomatik desin. Onun üçün də o beyin öyrəşməlidir ki, sonra dilini rahat formada işləyə bilsin. Təşəkkür edirik Davud bəy bir daha dəvətimizi qəbul edib gəldiyiniz üçün. Ümid edirəm ki, bu podkastımız, bu mövzu hər kəs üçün faydalı olar. Tələbələr daha rahat bir metodla alman dilini öyrənməyə başlayarlar. Bir daha təşəkkür edirəm. Gələn buraxılışlara dək sağ olun.